Sizlərə Binə qəsəbəsi 160-ın son dayanacağına yaxın bir ərazidə, hardasa 600-700 metr məsafədə 2 sotda şəxsi tikili 105 kvadrat evimizin təqdimata gəlmişik. Çöl darvaza qoyulub, həyətə şeben veriləcək və evin içərisində xüsusi tamamlama işləri qaldı. Onlar da tamamlanıb, tam təhvil veriləcək. Evin arxasında da keçid mümkündür. Padvala giriş də var. Yerdən 9 daş kürsülüdür. Atmaları 5-20 atmalardır. Bax belə həyətində bakına qədər hər bir şey var. Girək evin daxili interyeri ilə də tanış olaq. Bu gördüyünüz isə teras hissədir. Daxil olduğu koridor sistemdir. Gizli işıqlarına qədər hər bir şey bəzədilib. Yerin laminatı, qapıları qoyulub veriləcək. Burada mətbəximiz, mətbəxin yeri toplu puldur gördüyünüz kimi. Evimizin onu qeyd edeyim ki, aboyuna qədər hər bir şey vurulub biz tərəfindən təhvil veriləcək. Bura qonaq otağıdır gördüyünüz kimi. Şəxsi tikili olduğu üçün ən keyfiyyətli və ən gözəl İşlər görülür burada. Baxın, yataq otağıdır. Yataq otağı yox, qonaq otağına bərabərdir. 5-in 4 yarımadır, nə qədər, belə. Bu da digər yataq otağı. 4 yarımın 4 yarıma. Yəni, ölçülər genişdir. Sanitar qoşaqda toplub oldu. Gördüyünüz kimi, aksesuarlarına hər bir şey qoyulubdur. Yenə qeyd edirəm, qapıları, aboyu, yerin laminatı hamısı ev sahibi tərəfindən vurulub veriləcək. Qiymət 65 min. Real müştəriyə cüzi endirim var. Qaz işığı da var. Tələsin dostlar.